Salam əziz altıncılar, artıq sizlə 6-cı mövzudayıq. Mövzunun adı belədir, oda istəyiş edənlər. Mövzunu oxuya-oxuya görəcəksiniz ki, əslində burada Midiya və Əhəməni dövlətlərindən söhbət gedir. Bəs görəsən, niyə mövzunun adını belə qoyublar, oda istəyiş edənlər? Mütləq dərsi oxumağa başlayanda açar sözlərinə fikir verin. Bu açar sözləri dərsin içində də sizə tanış gələcək. Arilər, Midiya, Kiaksar, İkinci Kir, Persopol, Qaviqamela. Bəziləri hökmdar adıdır, bəziləri döyüş adıdır, bəziləri isə tayfa adıdır. Hətta bu şəkli özünüz də araşdıra bilərsiniz. Bu simvol Zərdüştlüyün simvoludur. Hind, Avropa və İran dilli xalqlar Ari tayfalarının varisləri sayılır. Köçəri maldar həyat tərzi sürən Ari tayfaları Şərqi Avropa çöllərində yaşayırdılar. Eramızdan əvvəl 2-ci minillikdə Avropada kəskin iqlim dəyişikliyi baş verdi. Arilər əlverişli ərazilər tapmaq məqsədi ilə köç etdilər. Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçərək bir hissəsi indiki İranda, digər hissəsi isə Hindistanda məskən saldı. Arilərin gəlişinə qədər indiki İranda müxtəlif dillərdə danışan tayfalar yaşayırdı. Zaman keçdikcə yerli əhali Arilərin dillərini qəbul etdi. Nəticədə İran dilli tayfalar formalaşdı. İran dilli tayfaların adı ilk dəfə Aşur yazılarında çəkilir. Uşaqlar, bu iki şəkli qoymuşam ki, siz Qərbi Avropa və Şərqi Avropa məfhumlarını başa düşəsiniz. Ümumiyyətlə, Avrasiyada iki materik var. Asiya və Avropa. Avropa, Asiyaya baxanda, Avropa Asiyadan daha balacadır. Avropanı buradan iki hissəyə bölsək, bura olacaq Qərbi Avropa, digəri olacaq Şərqi Avropa. Yəni, Arilər Şərqi Avropadan köç etmişdilər indiki İran ərazisinə. Burada iki şəkil qoymuşam ki, tam başa düşəsiniz. Midiya bir dövlət kimi İranın mərkəzində meydana gəlmişdi. Uzun müddət bu ərazilər Aşur hökmdarlarının asılılığında olmuşdu. Biz tez xatırlayırıq. Mannada da eyni problem var idi. Hətta Aşur dərsini keçəndə demişdik ki, İskitlərin gəlişi Aşura tabe olan xalqlarda bir ümid yaratmışdı. İskitlərin Ön Asiyaya gəlməsi ilə Midiyada Aşura qarşı mübarizəyə başladı. Bu mübarizəyə Kaştariti başçılıq edirdi. O, eramızdan əvvəl 672-ci ildə Aşur ağalığına son qoydu. Midiyanı müstəqil dövlətə çevirdi. Lakin çox keçməmiş İskit tayfaları Aşur dövləti ilə Midiya arasında başlanan yeni toqquşmalarda Aşurlara kömək etdilər. Nəticədə məğlub olan Midiya bir müddət İskitlərin hakimiyyəti altına düşdü. Baxın, burada bir atalar sözü yadına düşür adamın. Yağışdan çıxdıq, yağmura düşdük. Yəni, 672-ci ildə Aşurun tabeliyindən çıxan Midiya, indi isə İskitlərin tabeliyinə düşdü. Eramızdan əvvəl 625-ci ildə Kiaksar Midiyada İskit ağalığına son qoydu. Kiaksar da Midiyanın hökmdarıdır, Kaştariti də. Biri Aşur ağalığına son qoymuşdu, digəri İskit ağalığına son qoymuşdu. Kiaksar xırda vilayət hakimlərini mərkəzi hakimiyyətə tabe etdi. Daxili qüvvələri birləşdirdikdən sonra Kiaksar Midiyanın qəddar düşməni olan Aşura qarşı müharibəyə hazırlaşdı. Tez mən düşünürəm, Kaştariti Aşura qarşı mübarizə aparırdı, Kiaksar da. Kiaksar Midiya ordusunu yenidən təşkil etdi. Ordunu silah növünə uyğun nizəçi və oxçu dəstələrinə böldü. Süvarilər, yəni atlılar, süvarilər dəstəsini piyadalardan ayırdı. Babil dövləti ilə ittifaqa girdi. İttifaqa girənlər də olur müttəfiq. Müttəfiqlərin hücumu nəticəsində Aşur bir dövlət kimi məhv oldu. Yəni, Kaştariti Aşur ağalığına xilas etmişdi ölkəni. Kiaksar isə Aşur dövlətinin varlığına son qoymuşdu. Hətta o, Midiya Babil arasında Aşur ərazisini bölüşdürdü.
Eramızdan əvvəl 590-cı ildə Kiaksar, Manna, Urartu, İskit dövlətlərinə də son qoyub Midiyaya birləşdirdi. Beləliklə Kiaksar Midiyanı Ön Asiyanın qüdrətli dövlətinə çevirdi. Daha sonra Kiaksar Kiçik Asiyadakı Lidiya dövləti ilə müharibəyə başladı və dövlətin sərhədlərini qərbdə Qızıl İrmaq çayına qədər çatdırdı. Baxın Midiyanın xəritəsinə. Bayaq da dedik, Midiya bir dövlət kimi İranın mərkəzində yaranmışdı. Midiyanın iki hökmdarını tanıdıq, Kaştariti və Kiaksar. Hələ ki, Midiya Aşurada son qoymuşdu, Mannaya da son qoymuşdu, İskitə də son qoymuşdu, Urartuya da. Beləliklə ərazilərini genişləndirmişdi. Kiçik Asiyada isə Lidiya dövləti ilə müharibə apardı. Lidiya dövləti ilə onun müharibəsindən belə bir yazılı mənbə var. Hər iki tərəf müharibəni eyni uğurla aparırdı. Müharibənin 6-cı ili onlar yenidən toqquşan zaman döyüş qızışdı. Qəflətən gündüz gecəyə döndü. Lidiyalılar və Midiyalılar gün əvəzinə gecə görəndə döyüşü dayandırdılar və aralarında sülh bağlamağa tələsdilər. Yəqin ki, onlar Allahın qəzəbindən qorxublar və sülh bağlayıblar. Dövlətin süqutundan danışaq. Kiaksardan sonra hakimiyyətə onun oğlu Astiaq gəldi. Bu tanıdığımız 3-cü Midiya hökmdarı oldu. Astiaqın hakimiyyətinin son illərində Midiyanın daxili və xarici vəziyyəti mürəkkəbləşməyə başladı. Daxili siyasətdə Astiaq zadəganların hüquqlarını məhdudlaşdırdı. Belə deyək də, mərkəzi hakimiyyəti gücləndirməyə çalışırdı, zadəganların hüquqlarını məhdudlaşdırmağa çalışırdı, amma zadəganların qəzəbinə tuş gəldi. Hökmdarla əyanlar arasında ziddiyyətlər artdı. Bu dövrdə Midiya sarayında Fars meyilli qüvvələr gizli fəaliyyət göstərirdi. Bu qüvvələr Fars hakimi 2-ci Kiri hakimiyyətə gətirməyə çalışırdılar. 3 il davam edən müharibə nəticəsində 2-ci Kir Midiyanın paytaxtı Ekbatan şəhərini tutdu. Bununla da Midiya dövlətinin varlığına son qoydu. Eramızdan əvvəl 550-ci il Midiyanın süqutu, Əhəmənilərin isə yaranması demək idi. Yəni Midiyanın yerində artıq yeni dövlət yaranırdı. Hansı ki, bu dövləti 2-ci Kir yaratmışdı və Fars dövləti idi. Uşaqlar, belə bir əfsanə var hətta 2-ci Kirlə Astiaq arasında. 2-ci Kir əslində Astiaqın qızının oğlu olur, yəni nəvəsi olur. Astiaq bir gün yuxuda görür ki, nəvəsi onun hakimiyyətinə son qoyacaq. Və bunun qarşısını almaq üçün qızını Farsla evləndirir. Çünki o vaxtı Midiyada heç vaxtı Farslar hakimiyyətə gələ bilməzdi. 2-ci Kir, bu nigahdan doğulan 2-ci Kir, hətta babası tərəfindən dəfələrlə öldürülməyə çalışsa da alınmır və 2-ci Kir hətta babasının sarayında 3 il əyanlarla babasına qarşı mübarizə aparır. Həqiqətən də babasının dövlətinə son qoyur, öz dövlətini yaradır. Bu da o dövrlə bağlı bir əfsanə idi. Uşaqlar, dərsimiz bu qədər. Çünki bu dərs uzun dərsdir. Yəqin ki, elə müəllimləriniz də bu dərsi sizə bölüb veriblər. Birinci hissə Midiyadır. Növbəti hissəni isə növbəti videoda sizə izah etməyə çalışacağam. Əgər suallarınız varsa, mütləq bildirin, rəylərdə yazın, təkliflərinizi də eşitmək istəyərəm. Bir də üstündən keçək istəyirsiniz. Arilər nə vaxt gəldilər? Eramızdan əvvəl 2-ci minillikdə. Arilər hara köç etmişdilər? İran və Hindistana. Midiya harada yaranıb? İndiki İranın mərkəzində. Midiyada Aşur ağalığına nə vaxt son qoyulub? Eramızdan əvvəl 672-ci ildə. Midiyada Aşur ağalığına kim son qoymuşdu? Kaştariti. İskit ağalığına kim son qoymuşdu? Kiaksar. Həm Assur, həm Urartu, həm Manna, həm İskit dövlətinə son qoyaraq öz dövlətinin tərkibinə qatmışdı Kiaksar.
Kiaksarın, yəni Midiya hökmdarının müttəfiqi Babil dövləti. Kiaksarın eyni zamanda Midiyanın müharibə apardığı dövlət Lidiya. Midiyanın son hökmdarı Astiaq. Astiaqla mübarizə aparmışdı 2-ci Kir. Midiyanın süqutu eramızdan əvvəl 550-ci il. Növbəti videolarda, növbəti dərslərdə görüşərik.